Ayənin davamında Allah Teala buyurur ki: "Və in tuxuha və tu'tul fuqara və huwa xeyrun lekum." Əgər siz onu gizlətsəniz və fəqirlərə versəniz, o zaman onun sizin üçün daha xeyirli olar. Yəni ayənin bu hissəsində onu göstərir ki, müəyyən məsləhət olmayan yerlərdə isə sədəqənin kasıblara, miskinlərə gizlinin verilməsi daha xeyirlidir və Allah Teala buyurur ki, bu sizin üçün daha xeyirlidir və bununla Allah Subhanahu sizin bəzi günahlarınızdan əff edər və Allah Subhanahu etdiklərinizdən xəbərdardır. Yəni ayəni Allah Teala bu cür tamamlayır ki, "Vallahu bima ta'maluna xabir." Həqiqətən də Allah Subhanahu sizin etdiklərinizdən xəbərdardır. Yəni ey bəndə, yəni sən düşünmə ki, sən verdiyin sədəqədən mələklər xəbərsizdir. Allah Subhanahu xəbərsizdir. Əgər mələklər insanın iniltisini belə yazırlarsa, necə ki İmam Əhməd Rəhməhullah ölüm yatağında olduğu zaman ölümün ağrılarından inilti eləyir. Və onun yanında olan elm əhlindən biri deyir ki, ey imam, ey Əbu Abdullah, mən eşitmirəm ki, Tavus, yəni Tavus da tabinlərdən olur, Tavus ibn Keysən, deyir ki, mən eşitdim Tavud ibn Keysən deyir ki, mələklər hər şey yazır, hətta insanın iniltilərin belə. Sonra isə İmam Əhməd iniltini belə kəsir, yəni inilti eləmir. Əgər qardaşlar, əgər mələklər bizim elədiyimiz iniltini, əlimizlə göstərdiyimiz işarəni, göz vurmamızı, bunu belə yazırlarsa, yəni elədiklərimiz yazırlarsa, o zaman arxayın olun ki, bizim verdiklərimizin sədəqəsindən də mələklər xəbərdar və mələklər də bunu yazır. Yəni, bu xeyir əməllər yayılmır, qaçmır. Biz əslində öz belə deyim, pisliklərimizi, günahlarımızı yazsaq daha yaxşı olar. Yəni, biz bir dəftər tutsaq və gün ərzində evdən çıxıb evə qaydana qədər gündəlik elədiyimiz, harada naməhrəmə baxdıq, harasa yalan danışıq, harasa yalan and içdik, harasa kimin qeybətini elədik, harasa kimə göz gəzdirdik, neynədik. Biz bunları dəftərə yazsaq, o bizim üçün daha xeyirli olar. Çünki biz sabah onlardan müəyyən hissəsini azalda bilərik. Amma biz xeyir əməllərimiz yazmaq isə əsla ehtiyac yox. Çünki gez-tez bu əməllər insanı riya aparıb gətirib çıxarır. Hətta insan elədiyi əməli belə batil etmə dərəcəsindən gətirib çıxarır.